İmam Rıza əleyhissalamın hərəminin xadimlərindən biri danışır. Deyir, hərəmdə idim. Birdən rasiya vasitəsilə mənə dedilər ki, tez özünü inqilab səhninə çatdır. Orada nəsə baş verir. Özümü çatdırdım. Gördüm səhnə artıq bağlanmaq üzrədir. Cəmiyyət doludur. Ayaq qoymağa yer yoxdur. Şifa pəncərəsi kimi tanınan yerə yaxınlaşdım. Gördüm qucağında 4-5 yaşlı bir qız uşağı olan kişi ağlayır. O kişini oradan çıxarmaq istəyirdim. Artıq cəmiyyət içində əzilirdilər. Gördüm kişi həm ağlayır, həm də hərəmə tərəf geri qayıdır. Dedim, qardaş, nə olub, nə baş verib? Dedi, övladım kör idi. Şifa tapdı. İndi görür. Dedim, çox şükür. Amma indi tez hərəkət etməliyik. Buradan çıxmalıyıq. O isə gəlmirdi. Yenə dedim, tez olmalıyıq. İndi burada sizi əzəcəklər. Buradan çıxmaq lazımdır. Gördüm, hərəmə tərəf döndü. Öz ləhcəsi ilə ağlaya-ağlaya nəsə dedi. Dedi, hacı, övladlarım əkizdir. İkisi də anadan gəlmə kördür. Biz 2-3 gündür məşəddəyik. Hər gün uşaqları bura gətirir, şifa tapmaları üçün dua edirdik. Bugün xanımıma dedim ki, gəl bugün növbə ilə gedək, ikisi ilə çətindir. İndi mən hansı üzlə qayıdım? Bunlar bacıdılar. Bir-birinə nə deyəcəklər? İmam Rıza mənə şifa verdi, məni sevdi. Xadim deyir, halım pisləşdi, ürəyim xarab oldu. Amma mən öz vəzifəmi yerinə yetirməliydim. Onu oradan çıxarmalıydım. Hərəkət etdik. Apardıq hərəmdə şifa tapanlar bölməsində sənəd işlərini həll etdik. Hərəmdə şifa tapması təsdiqləndi. Biz onları qaldıqları yerə aparmaq üçün Mehmansarayı tərəf yola düşdük. Küçəyə çatdıq. Bir də nə görsək yaxşıdır. Küçə cəmaatla doludur. Getdim cəmaatın içində soruşdum. Nə baş verib, nə xəbərdir? Biri dedi, bilmirik. Amma deyirlər Mehmansarada kör bir uşaq şifa tapıb, gözləri açılıb. Ağacan, bizim də xəstə qəlblərimizə şifa ver.